Salam izləyicilər, hər vaxtınız xeyir. Baxaq bu sual tiplərinə. Bunların hamısını eyni qayda ilə həll edəcəm. Kvadratın tərəfini deyir 10% artırdıqda onun sahəsi necə faiz artar? Əgər biz kvadratın tərəfini 10 götürsək, bütün tərəflər 10 olacaq. 10% artırmışamsa bir tərəfin, 10% artırmışamsa, onda yəni bunu 110%-ni tapmalıyam. Bərabər olur. Ya da 11'ə. Yəni tərəf 10 idi, olub 11. Yəni bizim əvvəl kvadratın sahəsi nə idi? S1 deyək. Bərabər idi 10'un kvadratı, yəni 100. Sonra nə oldu? S2 bərabərdir 11'in kvadratı, yəni 121. 100 ilə 100% deməkdir. Daha asan yolla deyirik. 121, 107 olub 121. Yəni 21% artıb. Digər suala da baxarıq. Digər sualda eyni qayda ilə həll edəcəm. Yəni hər iki misalda kvadratdır, nəyəsə kvadratı. Yəni sahəsi dairə olsun və yaxud düzbucaqlı olsun və yaxud iki müsbət ədəd olsun, eyni qayda ilə rahat şəkildə həll edə bilərik. Burada bizə nə deyir? Dairənin radiusunu 40% azaltdıqda. Bunu da eyni qayda ilə kvadrat seçərək həll edəcəm. Kvadratın yeni tərəfini 10 götürsək, əgər 40% azaldırıqsa, radiusu 40% azaldırıqsa, yəni 10'dur radius, elə düşünün. 40% azaldırıqsa, yəni bunun 60%'ni tapmalıyam. Bu da bərabər olur 6'ya. Yəni 10 idi, oldu 6. Digərdə olacaq 6. Sahəsi əvvəl nə idi? 100 pi. Sonra nə oldu? 36 pi. Yəni 100 idi, oldu 36. Neçə faiz azaldı? Rahat şəkildə şifahi də tapa bilərsiniz. 64% azalıb. Digər suala da baxaq. Digər sualda eyni qayda ilə həll edəcəm. Əslində öz qaydası ilə də həll eləmək olar. Tərəf demədən. Dairənin sahəsi pi kvadratıdır. Radius r idi. Oldu 0.6 r. Yəni kəmiyyət dəyişməsi düstur ilə də tapmaq olar rahat şəkildə. Digərində düzbucaqlıdır. Yəni düzbucaqlını da kvadrat formasına götürürəm. 30% azaldıb, n-ni 30% artırdıqda. Yenə bunları 10-10 götürürəm. Birin 30% azaldıb, birin də 30% artırıb. 30% azaldıbsa, yəni 3 çıxıb, şifahi şəkildə 7 olub. 30% artırıbsa, 3 gəlib üzərinə, olub 13. 17 olub 13. Əvvəl sahəsi nə idi? 100. Sonra sahəsi nə olub? 91. Yəni 107 olub 91. 9% azalıb.